biznesin işi ancaq execution. Yəni resept eynidir. Hamı üçün eynidir. Amma sənin biznesin fail olub olmamağı sən onu necə execute eləməyindən asılıdır. Yəni restoran qeyri-adi işin yoxdur, amma hər restoran açan successful olurmu? Yox. Hər firma açan successful olurmu? Yox. O artıq bağlıdır sən o komandanı necə yığacaqsan ki, onu düzgün, o planı, o resepti düzgün execute edəsən. Eyni şeydə yeməkdə, məsələn, reseptdir, həmin reseptdə nənəm pişirir bir dad verir, mama pişirir başqa dad verir, yoldaşım da pişirəmir. Yəni resept həmin reseptdir də, o ingredientindən asılıdır, duzundan, nə bilim nəyindən, nə bilim o actionların ardıcılığından və s. Düzgün execution çox var. Startup isə yeni bir biznes model axtarır. İndi sual olunur ki, yaxşı, geçsin hazır resepti olan şey pişirsin də, niyə təzə bir şey axtarırıq? Səbəbi odur ki, bu startup balacadır, yetimdir, bunun resursu yoxdur, pulu yoxdur, ofis yoxdur, heç nə yoxdur da. Bu zəifdir. O həmin resepti, burada olan reseptləri execute eləməyə resursu yoxdur. Olsa, yəni hamımızın indi cebində 1 milyon olsaydı, əminəm ki, burada olmazdınız da, gedib nəsə bir şey eləyərdiniz, düz deyil. Yəni o resurs yoxdur da, biznes qurmağa 1 milyon yoxdur. Onun üçün nə eləməlisən? Elə bir biznes modeli tapmalısan ki, çox az resursla sənə pul qazandırmağa başlasın və konkurentlərə qalib gələ biləsən hətta. Yəni elə bir şey fikirləşməlisən ki, elə bir biznes qurmalısan ki, o həmin müştərinin həmin ehtiyacını ödəyən başqa şirkətlərdən qabağa düşsün. Ona görə də sənə çox unik bir şey lazımdır. Və startupı da qurursan ki, o unik bir şeyi tapa biləsən.